Doktor, miqrenlə bağlı sizi tamaşaçılarımız daha çox müraciət edirlər. Miqren xəstəliyinə bağlı. Əlamətləri necədir? Miqreni olan insan hansı belə halından, vəziyyətindən bilsin ki, bunda miqren var? Birincisi, miqrenin Samir bəy, onlarla növü var. Ən tipik forma, adi formu baş ağrısıdır. Baş ağrısında görürsən bir tərəfli, ya sağdan, ya soldan tutur, gəlir gözünə qədər, ya gicaha qədər. Çox güclü olanda ürək bulanma verə bilər, lap ağır miqren olanda qusma verə bilər. Bəzən görürsən gicgahdan tutur gözünə vurur və yaxud da ki, alın nahiyəsində olur ağrıcı yalnız. Bəzən görürsən deyir, gözüm elə bir ürək kimi vurur, az qalır gözüm çıxsın. Külək vuranda, ac qalanda, yuxusuz qalanda, başını yuyub soyuğa çıxanda, soyuq kondisioner altında olanda ağrıların tutma ehtimalı çoxdur. Bir də qadınlarda ən çox menstrual sikl yaxınlaşanda, yəni aybaşı yaxınlaşanda, ya qutaranda o ağrıların tutulma ehtimalı var ki, yoxdur. Yalnız ayda bircə dəfə başım ağrıyır, o da həmin vaxt. O miqren ağrılardır tipik. Bundan başqa bəzən görürsən ağrısız formada olur, yalnız başında gicəllənmə formasında, başda səs formasında özünü göstərir. Bəzi hallarda görürsən ki, auralı miqrenlər çox müğənnilərdə və musiqiçilərdə olur. Bəli, səs-küy içində olanlarda. Səs-küyə götürəmirlər, güclü işığa baxa bilmirlər. O zaman tutur ağrılar, yəni narahatçılıq o zaman o. Yatıb duranda görürsən ki, biraz dincəldi. Yəni, bundan başqa bəzən auralı miqrendə görürsən gözün qabağında qara nöqtələr də gedib gələ bilir. Tipik miqrendə bəzən o qədər şiddətli ağrı olur ki, bir tərəfi deyir, elə bir tutuldu. Fincanı tuta bilmirəm, əlimdən düşür, çünki o qədər zəiflik yaranır. Laf güclü miqren ağrılarında bir də görürsən bir gözü görmür. Elə bilir kör oldu, birazdan göz açılır. Diqqətlə baxanda bunlara baxsan ki, gözün biri o birindən bir edəcə balacadır. Məsələn, mən peşəkar kimi baxan kimi görürəm ki, gözün biri o biri gözdən o dəqiqə bilirəm ki, burada miqren var. Yəni, miqren özünü çox formada göstərir, Samir bəy. Ən əsası odur ki, onun iynə dərmanla müalicəsi hələlik təəssüflər olsun ki, yoxdur. Onun da təbii sullarla çox şükürlər olsun ki, nə yaxşı ki, Azərbaycandadır, nə yaxşı ki, bizdədir. Doktor Seyfəddin klinikasında insanları baş ağrısından azad edirik.